Şəfəq xanım Instagram üzərindən belə bir müraciət ünvanlayıb. Salam Vüsal bəy, müştəri xidmətləri üzrə çalışıram. Müştərilərdən çox sayda şikayətlər gəlir. Amma rəhbərlik bizi müdafiə eləmir. Hətta bəzən haqlı olduğumuz halda belə üzr istəməyə məcbur oluruq. Belə bir vəziyyətdə öz psixoloji durumumu necə qorumalıyam? Rəhbərlə ünsiyyəti necə saxlamalıyam? Hə, yoldaşlar, gəlin bir məsələdə razılaşaq. Şəfəq xanım oldu, eləmi deyəsən adı? Şəfəq xanım, belə deyək də, yazılmış və yaxud da yazılmamış qanun olaraq bir söz var. Müştəri hər zaman haqlıdır. Əslində mən bunu nida yanından da sual qoyardım. Müştəri hər zaman haqlıdır, biraz da haqlıdır deyə bir sual verərdim. Amma bu demək deyil ki, biz müştərinin səhv olduğunu sübut etmək üçün onunla münaqişəyə girməliyik və öz içimizdəki mənfini çıxarıb sakitləşməliyik ki, bax gördüm mən də onun cavabını necə verdim. Bu lazım deyil. Müştəri rəhbərdir. Bizim şirkətdə oturan rəhbərdən də üstün rəhbərdir. Çünki o rəhbər orada niyə oturub? O müştəri var və ona pul ödəyir. Ona görə müştərini başa düşürük. İndi biz nə etməliyik? Yəni ruh halımızı, o sahibkarın düşüncəsini. Bununla bağlı ISO 10002 deyə bir standart var. Customer Satisfaction Management System, müştəri məmnuniyyətinin idarə olması, müştəri şikayətlərinə necə baxmaq lazımdır, bir alqoritma var. Yoldaşlar, burada bir verilən şikayət və deyilən sözün sizin şəxsinizlə heç bir əlaqəsi yoxdur. Sizin prosesinizlə əlaqəsi var. Psixoloji olaraq başa düşün ki, müştərinin orada qışqırmağı, müştərinin orada bir ifadə işlətməyi sizlə əlaqəsi yoxdur. Birbaşa şirkətlə əlaqəlidir. Hansısa anbarda məhsul səhv paketlənib, istehsaldan alma yerinə armud gedib, müştəri də şikayət edir, yaxşı eləyir, düz eləyir. Və yaxud da ki, müştəri alma deyib, alma gedib, müştəri deyir ki, mən alma deməmişdim, armud demişdim. Müştəri əcəb eləyir. Müştəriyə nə etmək lazımdır? Müştərini inandırım sizi, müştərinin üstündə sübut eləsək ki, sən səhvsən, alma demisən, alma göndərmiş, indi armud deyirsən, nə olmuş olur? Qazandığımız nə olur? Bizə nifrət eləyən müştəri. Hə, biz bunu istəmirik də. Biz deyirik ki, tamam, bu günlərim indi bu belə səhv elədi. Tamam, onun təzədən bir almasını göndərək, armudunu da götürək. Üzrxahlıq da eləyək. Sabah o bizdən, inandırım sizi, belə keyslərdə müştəri daha çox loyal olur ki, bir sözümü eşitdilər. Hə, elə tipajlar var ki, var, bunlar kifayət qədər var. Takıntılı adamdır, hər məhsuldan faydalanmaq istəyir, hər şey. Salaraq onu blacklistə, o müştəridən sifariş qəbul eləmirik. Bunu da hansısa, yəni siz tip adamsınız, sizdən qəbul eləmirik, yox. Yəni siz, bizdə, misal üçün, hələ ki, bu məhsulla bağlı sifarişlərimizi ala bilmirik və yaxud da ki, hansısa bir formada artıq şirkətin siyasətinə asılı olaraq bunu bildirə bilərik. Yəni, sözümün canı nədir? Birinci, o flow'unu çəkməliyik. Müştəri şikayəti hardan gəlib, necə emal olunmalıdır? Müştəri şikayəti necə araşdırılmalıdır, necə baxılmalıdır, necə bildirilməlidir?